kökdəyici. Yəni IM cərəyan şiddətinin maksimal qiyməti təsirləyici qiymətinin kökdəyici dəfə çoxdur. Və yaxud UT bərabərdir, UM bölü kökdəyici və yaxud epsilon T bərabərdir, epsilon M bölü kökdəyici. Ümumiyyətlə, təsirləyici qiymət nədir? Cihazın qiymətidir. Məsələn, bir ampermetrin göstərişi 5 amperdir. Təsirləyici qiymət 5. Yəni, o cihaz bizə hansı qiymətlə təsir göstərir? Odur, başa düşürüz. Yəni, sizə cihazın göstərişi necə 5 amperdir? Yazırsan 5 bölü kökdəyici, xeyr. Yazıram, təsirləyici qiymət bərabərdir cihazın göstərişi. Yox desə ki, ampermetrin göstərişi, məsələn, İ'miz 5 amperdir, mənə İ'min qiymətini tap. Onun üçün yazaram, İ'm bərabərdir 5 kökdə 2 şəklində yaza bilər. Çünki İ təsirləyici, bu kökdə 2-dir. Başa düşdük? Bu da belə. Sonra keçək dəyişən cərəyan dövrəsində. Uşaqlar, biz danışacaq aktiv müqamətdən, induktiv müqamətdən və tutum müqamətdən. Bu gün sadəcə aktivlə tutumu keçəcəyik. Aktiv müqamət nədir? Aktiv müqamət. Adi bizim bildiyimiz müqaməti R. Vahidi 1 ohmdur. Bəs deyəcək, aktiv müqamət nədir? Belə bir dövrəmiz verilir. Dəyişən cərəyan dövrəsidir. Burada bir rezistor olur. Deyir ki, bu rezistorun dəyişən cərəyana göstərdiyi təsir, yəni müqamət olur aktiv müqamət. Adicə 10 qanunu istəsə, İM bərabərdir, UM bölək R. Və yaxud IT bərabərdir, UT bölək R şəklində olur. Anladıq mı? Burada nədir? Əgər mənə versə ki, U bərabərdir, UM sinus omega T, U ilə I düz mütənasibdir, I də bərabər olacaq, IM sinus omega T. Yəni, I ilə U eyni fazalıdır. Eyni fazalı kəmiyyətlər arasındakı fazalar fərqi 0-a bərabərdir. Qrafikimizi çəkək. U sinusoidal, I sinusoidal. Ona görə bunlar arasında fazalar fərqi nədir uşaqlar? 0-dır. Ən çox diqqət edilməli yerlər. Bir də nə deyəcəm burada sizə? Burada bunlar deyəndən sonra nəsə yardım verdim, bir şey deyəcəm. Burada periyod tezliyi falan omega-zat görürsünüz. Yoxdur. Ona görə yadda saxlayırsınız ki, bəli, R nə İ'mdən, nə UM'dən, nə QM'dən heç nədən asılı deyil və R periyoddan, tezlikdən, belə də asılı deyil. Yaxşı? Mən R burada heç nədən asılılığını götürürüm. Burada bəs yaxşı, ən çox imtihanda, situasiya kimi xüsusi və 4-cü qruplarda olur. Düstur nə düşür? Deyir ki, dəyişən cərəyan dövrəsində hər şey verir, I budur, U budur, R budur, küylü tapır. İstilik miqdarı. Yəni, Joule-Lenz qanunu. Normalda nədir? Q bərabərdir, I kvadrat R-T-dir, hə? Mən I-ni yerinə yazacağım. I maksimum kvadrat və bu təsirləyici qiymətdir. Belə deyil, kök 2-nin kvadratı 2 R-T. Yəni, normalda bildiyim düsturu 2-yə böləcəm. Çünki kök 2 var axı aşağıda. I maksimum bölü kök 2. Ona görə 2 və yaxud U kvadrat bölü R vur T idi də. Olacaq U maksimum, bura 2, burada R yazacaq. Və yaxud I U T idi, olacaq I maksimum, U maksimum, vur T. Bunun da kök 2'si var, bunun da kök 2'si var deyə bura 2 yazsın. Başa düşdünüz? Bu da belə. Bəs P nədir? Güc. Güc də bunun T'siz versiyasıdır. P bərabərdir. I maksimum kvadratı R bölü 2. U maksimum kvadrat bölü 2R. I maksimum, U maksimum bölü 2. Tamam. Bir də nə verəcək bizə? P-ni verir. I kvadrat R. Belə verir də. Mən bilirəm ki, I R-dən məsələn və bunun düsturu var, bu kvadrat verir. U-nu məsələn verib mənə sinusoidal. P-dən. Bir P nədir? Bunlar eynidir. Düz mütənasibdir. Amma başında kvadrat var deyə, bu da sinusoidal olacaq P. Sadəcə müsbət hissədə enerji kimi. Başa düşdünüz? Bu da olur P-nin qrafiki. Bu hissədə problemimiz var. Bu da olur induktiv, aktiv müqamət.